Həftəlik bürclər 12 maydan 19 maya doğru Qoç, Şiroxatan bürclər, od ünsürləri nələr gözləyir? Birinci Qoçlardan başlayaq. Qoçlar bu həftə belə deyim də sizə normadan çox yüklənmə həftəsidir. Normadan çox yükləriniz o qədər çox olacaq ki, gücünüz çatmayacaq bəzi nüanslarda qapılar açmağa, özünüzü aktivləşdirməyə, özünüzü yeni bir alana doğru aparmağınıza. Bu həftə ən birinci məqamda emosiyalarınızı stabilləşdirməsi. Nə istəyirsiniz, nə ifadə etmək istəyirsiniz, necə özünüzü gücləndirmək istəyirsinizsə, bu həftə onun dəngəsini vurmalısınız. Əgər o dəngəni vura bilsəz, siz özünüzün üzərində olan gücü, özünüzün inamınızı, özünüzün enerjisini, pozitivliyini aktivləşdirəcəksiniz. Yeganə bir problemli məqamlardan biri bilirsiniz nədir? Bu həftə insanların bütün nəzəri üzərinizdə olacaq. Bacara biləcəkmi, özünü ifadə edə biləcəkmi, yenilənə biləcəkmi və yaxud da gözlədikləri nəsə bir addım, hərəkət var ki, onu sizdən aktivləşdirmələrini istəyəcəklər. Belə deyim də, giriş-çıxış enerjilərinizi maddisal olaraq, beyni olaraq aktivləşdirə bilsəz və bu həftə yuxularınızda bəzi məqamlarda sizə bildiriş gələcək ki, necə etməlisən və yaxud da bu qabaqçadan nələrsə sizə bildirəcəklər. Bunları stabilləşdirə bilsəz, axtardığınız işarət, axtardığınız güc, axtardığınız enerjini aktivləşdirə biləcəksiniz. Həftəniz zəif başlayıb həftəni yüklənməyə doğru, güclənməyə doğru apara bilərsiniz. Amma dəngəvizi, emosional dəngəvizi aktivləşdirə bilsəz, sağlamlıqla əlaqədar qulaq, sol tərəf qulaq sistemimizdən və sol tərəf bədən sinirsel sistemimizə fikir verməlidir. Çünki ürəklə əlaqədar olaraq bəzi spazmlar, bəzi sinirsel tutulmalar və narahatçılıqlarımız ola bilər. Qoçlar, bu sizə aiddir. Ümumi həftəni dəyərləndirsək 66%, 67%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Yuxularınıza, bədənin istirahətinə, bədənin güclənməsinə fikir verin. Şirlərə gələndə isə şirlər bu həftənin məncə ən uğurlu bürclərindən biri də sizsiniz. Çünki bu həftə birinci növbədə gücünüzü göstərəcəksiniz. İdarə mənimdə nə istəyirsiniz deyəcəksiniz, kimə nə istəyirsiniz yönləndirə biləcəksiniz. Hər kəsi sanki əlinizə almağa bacaracaqsınız. Və bu həftə mal mülklə bağlı bəzi qərarlar verəcəksiniz. Dəyişimmi, yenilənimmi, aktivləşimmi? Yeni bir alan, yeni bir insanlar, yeni bir başlanğıc. Tək olan şirlər bu həftə sevgi şəxsiyyətlə əlaqədar olaraq onluqdan vuracağınız bir zaman olacaq. Sanki belə başa salım sizə, tək və yaxud da ayrılmış şirlər varsa, gözləmədən çoxdan da arzuladığınız, beyninizdə düşündüyünüz bir insan sizə doğru gələ bilər. Bunu ciddiyyətə doğru da apara bilərsiniz, uzun müddətli münasibətdə apara bilərsiniz və yaxud da özünüzə heyran buraxacaq bir vəziyyət ola bilər. Şirlər, ümumi gözəl həftədir. Gizləndiyiniz bəzi məqamlardan önə çıxacaqsınız. Qorxduğunuz bəzi məqamları danışacaqsınız. Öz üzlüyünüzdə aktivləşdirməyə bacaracaqsınız. Həftəni 89-91%-ə qədər şirlər uğurlu edə bilərsiniz. Bircə dənə nüans budur. Bu həftə daha çox işləyəcəksiniz, maddi sahvınızı gücləndirəcəksiniz. Çünki evren zaten sizə şəxsiyyətlə bağlı, yeni bir insan şəxsiyyətlə bağlı yeni bir aktivləşmə sizə yönləndirəcək. Oxatanları bədən sağlamlığınızla əlaqədar əslində şirlə böyük bir problemimiz yoxdur. Qoy bunu deyim, stabilləşdirməyə bacaracaqsınız. Bədənimizin fiziki gücünü artırın. Oxatanlara gələndə isə oxatanlar dövlətlə, rəsmiyyətlə əlaqədar problemlər qaynayır ətrafınızda. Yəni bəzi problemlər var ki, onları həll eləmək vaxtıdır oxatanlar. Bir balaca belə pis çıxsa da deyəcəm, öz keyfinizə, öz istirahətinizə ayırdığınız lazımsız boş vaxtlarda biraz qısıtlamağa çalışın. Ailəvizə, ətrafınızda olan insanları daha çox sərf etməyə çalışın. Oxatan qadınları bu həftə daha şanslısınız, pul olaraq, maddiyyat olaraq, özünüzü gücləndirmə olaraq daha aktiv bir vəziyyətdəsiz oxatanlar. Oxatanların bu dəqiqə narahat edən məqamlar maddisal ciblərinin nəzarətsiz qalması, dövlətlə, rəsmiyyətlə, malla, mülklə, sənədlə, nəsə yarımçıq, universitet, xəstəxana və yaxud da polis, məhkəmə ilə əlaqədar problemləriniz çox olacaq ki, onları həll etmək lazımdır. Bu 8 həftə, bugündən başlayaraq 8 həftə çərçivəsində maddisal sferada dəngəsizlik aktiv bir vəziyyətdə olacaq. Onu düzəltməyə çalışın. Oturmaq zamanı deyil, hərəkət etmək lazımdır. Ailəvizə, ətrafınızda olan insanlar enerji ailədən gəlir, gücləndirməsiz və özünüzü düzəltməlisiniz. Mübahisə və münaqişələrdən uzaq durun. Çünki bu dəfdə aldığınız mübahisə və insanlardan gələn negativ enerjilər sizi daha da durğunlaşdıracaq və blok vəziyyətə qoyacaq, aktivləşməyinizin qabağını alacaq. Ümumi dəyərləndirsək 69-70%-ə qədər bəlkə uğurlu edə bilərsiniz. O da oxatan qadınları qaynayaraq, aktivləşərək bəzi nüansları stabilləşdirə biləcək. Oxatan kişiləri çox əsəbi, çox gərginsiz və boş-boşuna belə deyim də yeyib içməyə doğru çevrilmiş vəziyyətinizə, maddiyyatınızın israfı bax o tərəfə doğru gedir.